Olimpiada sualı ilə qarşınızdayım. Belə bir dairə verilib və dairələri diametrləri uyğun olaraq 6, 4, 4 və 2 santimetrdir. Gəlin bu dairələrin sahələrini əvvəlcə təyin edək. Bu S1 olsun, S2 olsun, S3 olsun və sonuncu böyük dairə S4 olsun. S1-in sahəsi bərabərdir. Əgər diametr 4-dürsə, buna 4, 4 və buna 2 qeyd edək. Buna da sonuncuya da 6 qeyd edək. Bu diametrlərdir. Radius olacaq. Deməli, pi d kvadratı böl 4. Deməli, pi burasının 4-ün kvadratı böl 4. Bu da bərabərdir 4 pi. Diametrdən tapa bilər. S2 bərabərdir. Deməli, pi 4-ün kvadratı böl 4. O da 4 pi oldu. S3 bərabərdir. Deməli, pi vur 2-nin kvadratı böl 4. Bu da bərabərdir pi. S4 oldu. S4'də pi vur 6'nın kvadratı böl 4. Bu da bərabərdir 9 pi. İndi şərtdə verilib ki, A ilə şaquli ştrixlənmiş hissə, deməli A bərabərdir. Şaquli ştrixlənmiş hissə bu hissədir. Bunlar naməlum hissə olduğuna görə bura X deyirəm, bura Y deyirəm, bura Z deyirəm. Onda belə deyək ki, A bərabərdir. Deməli, S1-in sahəsi 4 pi minus X üstə gəlsin. S2-nin sahəsi 4 pi minus Y üstə gəlsin. S3-ün sahəsi deməli pi minus Z. Onda bu da bərabərdir. Olacaq sonda 9 pi minus X plus Y plus Z. İndi B fiquruna baxsaq, B bərabərdir. Demək, üfüqi ştrixlənmiş hissə böyük dairəyə aiddir. Böyük dairədə demək, sahəsi 9 pi minus ağ hissələri çıxsaq, deməli, X minus Y minus Z. Bu da bərabərdir. 9 pi minus X plus Y plus Z. Deməli, aydın oldu ki, bu dairələr arasında münasibət A bərabərdir B münasibəti ödəyir. Burada C variantı olacaq.